Salam mənim əziz izləyicilərim. Bugün mən sizə levəngi hazırlayacağam. Mən biraz miqdarını çox hazırlayıram, buzxanada qoyuram, saxlayıram ki, deməli hiss-hiss istifadə edirəm. Ölçüsünü də ona o miqdara uyğun yazacağam videonun altında. Amma siz az əgər hazırlamaq istəyirsinizsə, verdiyim orijinalda ölçünü endirə bilərsiniz aşağı təbii ki. Xırda indi hazırlamasına diqqət edərkən bu xırda nüansları unutmayın. İndidən yəni mən deyirəm ki, nələrə fikir vermək lazımdır. Bəzən şəkər tozu əlavə edirlər ki, soğanı sıxdıqdan sonra birdən acısı qalar deyə şəkər tozu da levəngi hazırlayarkən əlavə edirlər. Olmaz. Sıxırıq soğanı, sıxdıqdan sonra görəcəksiniz ki, mən suyun altında yuyuram onu. Yumağımın səbəbi bütün acısının getməyidir və tamamilə gedir. İkinci nüans da odur ki, yəni toyuğu duzlayıb turşuluyuruq və yaxud levəngi badımcan hazırlayanda badımcanı duzlayıb istiotdur turşuluyuruq. O zaman levəngini qoyanda ya toyuğun deməli qarnına ya da badımcana oradakı turşu keçir artıq buna bişərkən. Amma levəngidə də palçıq turşu olarsa, o zaman çox turşməzə alınır. Buna görə də yəni levəngi hazırlayarkən ona nə şəkər tozu vurulmur, nə də palçıq turşu vurulmur. Bu nüanslara fikir verərkən izləyin zəhmət olmasa. Hazırladıqdan sonra görüşək. Hazırladım artıq, buzxanadadır. İstədiyiniz qədər buzxanada saxlaya bilərsiniz. Yəni miqdarını çox da hazırlaya bilərsiniz. İnşallah Allah ruzusunu yetirsin inşallah. Yeni gələn izləyicilərimə çox təşəkkür edirəm. Məni izləməyə aldıqları üçün. Allah sizi sevindirsin. Siz məni sevindirirsiniz, Allah da sizi sevindirsin.
İzləməyə almadan bu video kimin qarşısına çıxıbsa, bura qədər izləyibsə, vaxtını sərf etdiyi üçün çox təşəkkür edirəm. Pulsuz, parasız, əziyyətsiz bir dənə ora toxunuş edib məni abunə olsa mənim kanalıma heç peşman olmayacaq. Birincisi, hər gün, hər həftə mən video yükləməyə çalışıram inşallah, Allah problem çıxarmadığı müddətcə. İkincisi, çox səmimi, çox dürüst şeylər, yəni çəkirəm olduğu kimi, hara getdik, hardan gəldik, necə getdik, necə gəldik, necə gəzdik, evdə falan filan, dürüst, səmimi olduğu kimi göstərişsiz, real kanal axtarırsınızsa, o kanal bu kanaldır. Heç peşman olmayacaqsınız. Hər həftə kofenizi, çayınızı qoyun, oturun, izləyin. Instagramım eyni adladır, bu kanalla eyni adladır. Tapmasanız əgər kanalın yuxarısında linkini Dənizka paylaşıb, oradan da girib Instagramda da məni izləsəniz, nəyə görə izləməyinizi xahiş edirəm. Çünki bu videonu bu həftə izləyirsiniz, gələn həftə başqa videolar gələcək və orada mən Instagramda hələ izləyici çox deyil deyə mən story paylaşmıram, oradan reelslər paylaşıram. İndi gözəl reelslər peşman olmayacaqsınız. Bax, məndən demək, gözəl reelslər gələcək. Səmimi, yenə dürüst hər zamanki kimi oturun, doya gülün. Doya gülün. Həm də məndən xəbərdar olacaqsınız, həm də biləcəksiniz ki, artıq gələn həftə sizi nə videoyu gözləyir. Çünki mən Instagramda artıq gələn videonu biraz xəbərdarlığını etməyə çalışıram. Belə ilk izləyicilərimə, hələ də mənə izləmədə qaldıqları üçün, mənə ilk dəfədən çox motivasiya verdikləri üçün çox sağ olun deyirəm. Onlar mənim qəlbimdə fərqli yerdədirlər. Yeni gələn izləyicilərim, əlləriniz, qollarınız var olsun. Kim o abunə olan yerə toxunubsa, əlləriniz ruzulu, bərəkətli olsun, canınız sağlam olsun. Mənim pulsuz, parasız, bu qədər sevindirirsiniz. İnanın mənə, böyük savaba girirsiniz. Allah da sizi sevindirsin. Sizi Allaha əmanət edirəm. Allah amanında olun. Siz məni sevindirdiniz, Allah da sizi sevindirsin. Allah razı olsun hamınızdan.